Göründüyü kimi balaca Cavid rəngli qabları böyükdən kiçiyə doğru ardıcıllıqla iç-içə yerləşdirir. Bu fəaliyyət zamanı həm böyük, orta və kiçik anlayışlarını möhkəmləndirir, həm də rəngləri tanımağı və adlandırmağı öyrənir. Əşyaları ölçüsünə görə sıralamaq uşaqlarda məntiqi düşüncə, diqqət və müqayisə bacarıqlarını inkişaf etdirir. Oyun şəraitində keçirilən bu fəaliyyət uşaqların öyrənməyə marağını daha da artırır. Bizim şüarımız: oynayırıq, öyrənirik, inkişaf edirik.